Neçə yaş var Mələk? 2. Aferin. Hər vaxtınız xeyir, dəyərli Dost TV izləyiciləri, xidmətinizdəki verilişi yenidən efirdədir. Bu dəfə sizi Sosial Xidmətlər Agentliyinin 5 saylı Uşaq Evi Sosial Xidmət müəssisəsindən salamlayırıq. Adından da məlum olduğu kimi burada valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlət qayğısı ilə əhatə olunurlar. Müəssisədə daha hansı xidmətlər göstərilir, az sonra biləcəksiniz. Xoş gördük, xoş gəldiniz. Çox sağ olun. Yaxşı olasınız. Sağ olun. Ümumiyyətlə 5 saylı Uşaq Evi Sosial Xidmət müəssisəsinin fəaliyyət istiqamətləri nədən ibarətdir? Müəssisə nə vaxtdan fəaliyyət göstərir? Bu barədə məlumat verərsiniz. Oldu. 5 saylı Uşaq Evi 1941-ci ildən fəaliyyətə başlamışdır. Müəssisə 1989-cu ildə yeni binada öz fəaliyyətini davam etdirmişdir. 2023-cü il Nazirlər Kabinetinin qərarı ilə Sosial Xidmət müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilmişdir və 2024-cü ildən bu müəssisə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirə dayanmış. 2025-ci il noyabr ayının 21-dən biz artıq fəaliyyətə başlamışıq. Müəssisə 120 benefisiar üçün nəzərdə tutulmuşdur. Müəssisəmiz 3 korpusdan ibarətdir. Burada uşaqların asudə vaxtlarının təşkili üçün bütün şərait yaradılmışdır. Bundan başqa müəssisədə benefisiarlara stasionar xidmət göstərilir. Digər forma və növlər üzrə uşaqlara sosial məişət, sosial hüquqi, sosial psixoloji, tibbi sosial xidmətlər göstərilir. Müəssisədə həm valideynini itirmiş, həm valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisəsidir. Uşaqlar bura qəbul olunarkən ilk növbədə tibbi müayinədən keçirilir. Uşaqların sağlamlığı ətraflı şəkildə yoxlanılır. Əgər hər hansı bir fəsad varsa, onlar professional həkimlərə yönləndirilir. Daha sonra isə uşaqların yerləşdirilməsi istiqamətdə işlər aparırıq. Onların sənədləşmə məsələləri həll olunur və onların təhsil sahəsinə müəyyən istiqamətlər üzrə onların bacarıqlarına, biliklərinin formalaşmasına əsaslı dəstək göstərir. İlk növbədə isə bura daxil olan uşaqlar bilirik ki, onlar obyektiv və müəyyən qeyri-obyektiv səbəblərdən travma almış və həssas qrupa aid olan uşaqlardır. İlk növbədə bu uşaqların psixososial vəziyyətinin müəyyənləşdirilməsi, hər bir uşaq üçün fərdi inkişaf planının tərtib olunması və bu istiqamətdə işlərin görülməsi üçün uzun müddətli müşahidələrə diqqətə əsaslanan işlər görürük. Samir xanım, ümumiyyətlə qeyd etdiyiniz kateqoriyada olan uşaqlar müəssisəyə qəbul olunarkən hansı prosedurlardan keçirilir? Qeyd etdiyim kimi, uşaq müəssisəyə qəbul olunarkən ilk növbədə onun sağlamlığı yoxlanılır. İstərsəniz bunu tibb otağında söhbəti davam etdirə bilərik. Qeyd olunduğu kimi müəssisədə tibb otağı fəaliyyət göstərir və bundan əlavə izolyasiya otağı var. İzolyasiya otağında müəyyən fəsadlar müşahidə olunmuş uşaqlar ilk növbədə izolyasiya olunurlar. Onlar həkim müayinəsindən keçirilir. Əgər ehtiyac varsa, onlar şəhər xəstəxanalarına yönləndirilir. Yəni ilkin mərhələdə burada qəbul olunur. Bəli, ilkin mərhələdə burada qəbul olunur. Temperaturu yoxlanılır. Yəni hansı həkimə yönləndirmək lazımdırsa, o ilkin formada müəyyən olunduqdan sonra professional həkimlərə yönləndirilir. Növbəti mərhələdə artıq uşaqlar, yəni heç bir problem yoxdursa, yenidən uşaqların içərisinə göndərə bilərik. Amma aidiyyat şöbələri ilə. Bəli, digər şöbələrə yönləndirilir. Müəssisəmizdə 76 nəfər üçün nəzərdə tutulan müasir yeməkxana fəaliyyət göstərir. Uşaqlar bildiyimiz kimi gündə 3 dəfə hazır və isti yeməklə təmin olunurlar.
Yeməkxanamız qeyd etdiyim kimi 76 benefisiar üçün nəzərdə tutulub. Gündə 3 dəfə hazır və isti yeməklə uşaqlarımız təmin olunurlar. Samir xanım, bəs mətbəxdəyik hazırda, yeməkxananın şəraiti ilə tanış oluruq. Bəs yeməklər necə? Burada mı hazırlanır, yoxsa kənardan mı gətirilir? Yox, yeməklər müəssisədə hazırlanmır. Hazır şəkildə catering sistemidir. Hazır şəkildə kənardan gəlir, səhər, nahar yeməyi, bir də axşam yeməyi. Uşaqlar isti qida ilə təmin olunurlar. Bu hissə yenə də uşaqlarımız üçün nəzərdə tutulub. Bildiyimiz kimi müəssisədə həm qızlar, həm oğlanlar yaşayır. Həmin qızların və oğlanların gözəlliyi ilə də məşğul olmaq üçün hissələr ayrılmış və düşünülmüşdür. Bu otaq qızlar üçün nəzərdə tutulub, gözəllik salonudur. Əməkdaşımız həm uşaqların gündəlik saç düzümlərinə, məktəbə gedərkən onların səliqələrlə məşğul olur. Əlavə olaraq bu peşəyə marağı olan qızlarımız ki var, onlara öz sənətinin incəlikləri barədə məlumat verir. Həm də peşə öyrədir. Bəli, həm də peşə öyrədir bir növ. Səhv etmirəmsə, oğlanlar üçün ayrıdır. Bəli, oğlanlar üçün. Xanımlar üçün ayrıdır. Bəli, bəli. Müəssisəmizdə müasir avadanlıqlarla təchiz olunmuş fitness otağı da fəaliyyət göstərir. Bildiyimiz kimi uşaqların ən çox həvəs göstərdiyi sahə idman sahəsidir. Hal-hazırda benefisiarlarımızdan kollecdə təhsil alan, peşə liseyində təhsil alan uşaqlarımız var ki, onlar dərsləri bitdikdən sonra gəlirlər və nahar yeməyini yedikdən sonra demək olar ki, asudə vaxtlarının çoxusunu məhz burada fitness otağında keçirirlər. Fitness salonunda olduq. Burada ümumi idman zalıdır və ümumiyyətlə benefisiarlarımızın idmana həvəsi, marağı necədir və bu sahədə siz hansı motivasiya xarakterli işlər görürsünüz? Müəssisəmizdə gördüyümüz kimi həm qapalı idman zalı var, həm də həyətdə açıq futbol stadionu var. Uşaqların da futbol və idmanın digər növləri xüsusi diqqətlərində və həvəsə olan bir sahədir ki, dediyim kimi uşaqlar asudə vaxtlarını ən çox məsələn bu idman zalında, fitness otağında keçirirlər və futbola marağı olan uşaqlarımızın sayı çoxdur. Bəzən olur ki, burada elə uşaqların öz arasında komanda şəklində yarışmalar təşkil olunur və bu bizim mentor və metodistlər tərəfindən birbaşa nəzarət altında olur və maraqlı alınır. Samir xanım, bilirik ki, uşaq evi sosial xidmət müəssisələrində valideyn himayəsinə məhrum olan uşaqlar 18 yaşa qədər yaşayırlar. Ümumiyyətlə, sonradan bitirəndən sonra və yaxud hazırda burada yaşayan benefisiarlarımızın nailiyyətləri varmı? Nədən ibarətdir? Hansı sahədə daha çox uğurlar əldə edirlər? Əsas prioritet istiqamət olaraq biz uşaqların təhsilinə xüsusi diqqət ayırırıq. Hal-hazırda benefisiarlarımızdan 3 deməli sakinimiz peşə liseyində təhsil alır, 2 şagirdimiz kollecdə təhsil alır. 9-11-ci sinifdə oxuyan hal-hazırda 5 nəfər uşağımız var ki, onların 9 və 11-ci sinif təhsil bazasında təhsillərini davam etdirməsi istiqamətində müəyyən dəstək göstəririk. Ümumiyyətlə bilirik ki, burada yaşayan uşaqlar ailənin diqqət və qayğısına məhrum olan uşaqlardır, amma onların bu travmalarını kompensasiya etmək bizim cəmiyyət olaraq və müəssisə olaraq bizim əsas prioritet istiqamətimizdir. Bu baxımdan uşaqları hərtərəfli diqqət və qayğı ilə əhatə edirik. Nailiyyətlərə gəldikdə isə bəli, bizim müəssisə olaraq həm köhnə məzunlarımızdan idman sahəsində xüsusi nailiyyət olan
olan uşaqlarımız var ki, onlar hətta beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişlər, birincilikləri var və bugünkü sakinlərimizdən Cəbiyeva Aydan qızımız var ki, güləş üzrə Respublika müəyyən yarışlarda deməli müəssisəmizi təmsil etmiş və uğurlu nailiyyətlər göstərərək yerlər qazanmışdır. İstəsəz onların nailiyyəti ilə mən sizə tanış edərəm. Səmir xanım, sözsüz ki, nailiyyətlər və xüsusilə də müəssisənin benefisiarlarının nailiyyətləri nə qədər çox olarsa, digər sakinlər üçün də, burada yaşayan digər uşaqlar üçün də böyük bir motivasiya mənbəyidir. Burada əl işləri görürük. Bunlar da mı müəssisənin sakinlərinin əl işləridir? Bəli, bunlar bizim həm məzunlarımızın, həm hal-hazırda yaşayan sakinlərin əl işləridir. Ümumiyyətlə, bu kateqoriyadan olan uşaqlara diqqət, qayğı tamam başqa kontekstdən olmalıdır və bizim onlara fərdi yanaşma prinsipimiz daha başqa cürdür. Çünki biz bu uşaqların əskik və mənfi tərəflərini kompensasiya etməyə çalışırıq. Onların ilkin növbədə bacarıqlarını üzə çıxartmaq, bacarıqlarını vərdişlərə, vərdişlərini isə dəyərlərə çevirməyə bacarmalıyıq və bu tip sosial xidmət müəssisələrində çalışan işçilər öz işlərinə vəzifə funksiyaları kimi yox, bir növ vicdan borcu kimi baxmalıdırlar. Çünki digər müəssisələr var ki, onlar məsələn ümumi təhsil məktəblərinə götürən onların vəzifəsi, məqsədi yalnız uşağa təhsil verməkdir, o cümlədən peşə lisey, kollec və ali təhsil müəssisələrində. Amma sosial xidmət müəssisələrində iş daha ağırdır, daha məsuliyyətlidir və onları biz cəmiyyətə nəinki layiqli vətəndaş kimi, o cümlədən bütün dəyərlərə, vətənə sevgisi olan, ən azından özlərinin görə bilmədikləri qayğını sabah ailə olaraq, bir valideyn olaraq öz övladlarına verə biləcək dəyərdə bir vətəndaş yetişdirməliyik. Ona görə burada olan hər bir işçi, hər bir metodist, ümumiyyətlə assistentlər hamısı öz belə deyək vəzifə funksiyalarından başqa hər biri burada bir valideyndir. Çünki adətən uşaq evdə valideynini özünə bir ideal kimi götürürsə, burada hər hansısa bir işçini özünə bir ideal kimi götürə bilər, gələcəkdə ona oxşamağa çalışa bilər. Ona görə biz hər birimiz burada öz işimizlə, əxlaqımızla, davranışımızla bu uşaqlara nümunə olmalıyıq. Həm də uşaqlara münasibəti mi? Bəli, münasibət xüsusilə diqqətdə olmalıdır. Bacardığımız qədər bu diqqəti uşaqlara göstərməyə çalışırıq. Bizim benefisiarlarımız sağlam mühitdən gəlmədikləri üçün onların psixososial vəziyyəti təbii ki, yerində olmur. Bəzən onların aqressiyaya və ya depressiyaya çevrilə bilir. Biz də onların qarşısını almaqdan ötürü uşaqların təbii maraqlarını öyrənməyə çalışırıq. Təbii ki, hər bir uşağın təbii marağı onun xüsusi gizlədilmiş bir istedadıdır ki, biz onu üzə çıxarmağı və onu vərdişə çevirməyə bacarmalıyıq. Müəssisəmizdə olan benefisiarların gözəl əl qabiliyyətləri var və onları biz bacardıqca üzə çıxartmışıq. Burada da gördüyümüz kimi uşaqlarımızın əl işləridir. Bunlar həm də gələcəkdə uşaqların məzun olduqdan sonra həyatda belə deyək, öz ayaqları üzərində sağlam durmaları üçün də, əlbəttə, bir peşə sahibi olmaları üçün də xüsusi əhəmiyyətə malikdir. Kimi burada gördüyümüz əl işləri bizim öz benefisiarlarımıza aiddir. Uşaqlarımızda rəsmə maraq xüsusilə, yəni üstün yer tutur. Rəsm bacarığı olan uşaqlarımız xüsusilə çoxdur. Hazırda müxtəlif rəsm kurslarına uşaqların cəlb olunması istiqamətində addımlar atırıq. Bu baxımdan Lənkəran Dövlət Universiteti bizə dəstək göstərir. Lənkəran Dövlət Universitetinin müəllim heyəti tərəfindən bizim uşaqlara həftə ərzində həm rəsm, həm musiqi, həm də ingilis dilindən müəllimlər gələrək uşaqlarla məşğul olurlar. Rəsm və musiqi kursları universitetin öz tərkibində orada təşkil olunur. Uşaqlarımız ora gedir. Çünki oranın yəni infrastruktur daha geniş, baza daha genişdir. Amma ingilis dili kursları isə müəssisəmizin özündə təşkil olunur. Həm də inteqrasiya baxımından bəli, uşaqların universitetlə ali təhsil ocağına ünsiyyətdə olurlar, oranın müəllimlərlə ünsiyyətdə olurlar. Bəli, gələcəkdə də onların ali təhsil alması baxımından müəyyən qədər uşaqlara motivasiya olacağını düşündük. Ona görə fikirləşdik ki, o kursların məhz universitetin öz tərkibində təşkil olunması daha məqsədə uyğun olardı. Müəssisəmiz
Müəssisəmiz dediyim kimi 3 korpusdan ibarətdir. Bu korpuslar birinci mərtəbə, birinci korpus məktəbə qədər yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Onların həmin bu hissədə həm yataq otaqları, həm istirahət otaqları və yeməkxanaları vardır. Ümumiyyətlə, müəssisə 120 uşaq üçün nəzərdə tutulmuşdur. 44 yer oğlanlar üçün, 36 yer qızlar üçün nəzərdə tutulmuşdur. 40 yerli isə məktəbə qədər qrup üçün yataq otağımız və istirahət otağımız var. Neçə yaşın var sənin? 5 vur. Aferin. Qarşımıza qoyduğu ən əsas məqsədlərdən biri uşaqlarımızın təhlükəsizliyinin qorunması, sağlamlığının qorunmasıdır. Öz işimdə isə əsasən göstərirəm ki, burada uşaqların yaradıcı bacarıqların, potensialların ortaya çıxarır. Məsələn, hansı uşağın şeirə və yaxud da ki, rəqsə və yaxud da ki, rəsmə maraqları varsa, ortaya çıxarır. Həmin iş üzrə onları yönəldirik. Məsələn, qeyd edə bilərəm ki, bizim müəssisədəki uşaqlarımızdan bir qismi var ki, məsələn, benefisiar Ramazanlı Elnurə, eyni zamanda Cəfərli Alina, onlar rəqs üzrə daha professional şəkildə məşğul olurlar və hətta müəssisəmiz təmirə bağlanmazdan öncə rayon tədbirlərində iştirak ediblər, rayon tədbirlərində olan rəqs qrupunda iştirak edib və yaxşı yüksək nailiyyətlərlə çıxış ediblər. Daha sonra benefisiarlarımızdan, məsələn, benefisiar Məmmədov Ruslanı qeyd eləmək olar ki, o rəsm çəkmə bacarığında çox güclü inkişaf eləmişdir və onun burada hətta sərgidə də çəkdiyi rəsm göstərilir. Daha sonra uşaqlarımızdan yaxşı şeir demək qabiliyyəti olanlar vardır. Uşaqlarımızın biz həm bacarıqların, incəsənətə olan bacarıqların, istər rəsm olsun, istər rəqs olsun, digərlərin həm bu müəssisə daxilində, həm də müəssisə xaricində də inkişaf etdirməyə çalışırıq. Məsələn, qeyd eləmək olar ki, uşaqlarımızdan bir 9 nəfərə yaxın uşağımız Lənkəran Dövlət Universitetində rəsm və musiqi üzrə müəyyən təlimlər alırlar və həftənin cüt günləri, 2-4-cü günlər ora gedirlər və orada müəyyən məşğələlər keçirlər. Müəssisəmizdə 31 yataq otağı var. Yataq otaqlarının bu formada təşkil olunması benefisiarlar tərəfindən çox xoş qarşılandı. Müəssisəmizdə 2, 3, 4 nəfərli yataq otaqları təşkil olunmuşdur ki, burada bir növ uşaqların yaş qrupuna görə və bir-biri ilə xəssiyyət baxımından uyğunlaşdığına görə formalaşdırdıq, qruplaşdırdıq və belə deyə uşaqların rahatlığı tam təmin olundu. Onlar bir növ özlərini ailə mühitində hiss edirlər və hərənin özünə məxsus çarpayısı, şkafı və öz düzəni var.
biz uşaqların asılı vaxtının səmərəli təşkilindən danışdıq, idman otaqlarında olduq, idman zalında olduq. Bəs ümumiyyətlə digər istirahətlər necə təşkil olunur uşaqların? Bunun üçün müəssisəmizdə lazımi infrastruktur yaradılmışdır. Hal-hazırda müəssisədə 4 istirahət otağı fəaliyyət göstərir ki, onların biri gördüyümüz kimi oğlanlar üçün nəzərdə tutulub, biri qızlar korpusundadır, qızlar üçün nəzərdə tutulmuşdur. Bu korpusda da uşaqlar asudə vaxtlarını keçirirlər. Bəzən gördüyümüz kimi müəllimlə şahmat oynayırlar və ya televiziya izləyirlər. Müəssisənin sosial işçisi olaraq fəaliyyət göstərirəm. Birinci növbədə biz benefisiarı müəssisəyə qəbul edərkən onun qiymətləndirməsini həyata keçiririk. Qiymətləndirmə, yəni belə deyim, benefisiarın günün sosial xidmət tələbatını biz ölçürük bu qiymətləndirmə vasitəsilə. Birinci növbədə qiymətləndirmə zamanı uşağın təbii ki, sağlamlıq vəziyyəti biz dəyərləndiririk. Daha sonra onun yaş kateqoriyasına uyğun olaraq təhsil durumu, ondan sonra emosional vəziyyəti və digər istiqamətlər üzrə hərtərəfli qiymətləndirmə aparırıq. Və buna uyğun olaraq hər bir benefisiarımız üçün fərdi inkişaf planları hazırlanır. Fərdi inkişaf planı nədir? Yəni adından da göründüyü kimi hər bir benefisiarın şəxsi ehtiyaclarına uyğun olaraq hazırlanmış bir növ inkişaf etdirici bir sənəddir. Yəni bunun vasitəsilə biz müəyyən edirik uşaq üçün hədəflər və məqsəd təyin olunur və bunun üçün biz hansı tədbirləri apara bilərik, hansı addımlar ata bilərik buna baxırıq və bunlar müəyyən olunur, fərdi inkişaf planında qeyd olunur hər bir uşaq üçün və daha sonra biz bu inkişaf planı bir növ bizim üçün xəritə olur və biz onun vasitəsilə prosesə başlayırıq. Hansı işlər görüləcəksə uşaqla birlikdə ona biz başlayırıq və proses daima izlənilir. Yəni mütəmadi olaraq nə kimi irəliləyişlər əldə olunur uşaqla bağlı biz bunu monitorinqlər eləyərək izləyirik və davamlı burada da yəni uşaqlar müşahidə altında olur. Və bildiyimiz kimi reinteqrasiya siyasəti həyata keçirilir və bununla bağlı olaraq bütün bu sadaladığımız proseslər bizə həm də ona kömək eləyir ki, məsələn hansısa bir uşağın övladlığa verilməsindən bağlı və yaxud da himayədar ailələrə verilməsindən bağlı potensialı varmı və yaxud da nə qədərdir, biz bunu da bu proses boyunca qiymətləndirmiş oluruq artıq. Eyni zamanda benefisiarlarımızın bir çox sosial hüquqi məsələlərlə bağlı problemlər olur ki, bunların həllində də yaxından iştirak edirəm. Günel xanım, bilirik ki, ümumiyyətlə valideyn himayəsinə məhrum olmuş uşaqlar müəssisəyə qəbul olunduqdan sonra onlarla sizin qeyd etdiyiniz formada sosial reabilitasiya prosesləri aparılır və hər birinin də durumu, sosial-psixoloji vəziyyəti eyni olmur. Ümumiyyətlə, təxminən nə qədər vaxt lazım olur ki, bir uşağın sosial-psixoloji vəziyyəti stabilləşdirilsin və tam, belə deyək, müəssisəyə uyğunlaşdırılsın? Adaptasiya prosesi əslində fərqli olur, çünki bildiyimiz kimi hər bir uşaq individualdır və burada fərdi xüsusiyyətlər artıq özünü göstərir. Yaş xüsusiyyətləri olsun, fərdi psixoloji xüsusiyyətləri olsun, sosiallaşma dəyərləri, yəni keyfiyyətləri, bunlar hamısı özünün təsirini göstərir əlbəttə ki, adaptasiya prosesinə. Təbii ki, biz çalışırıq ki, bunu daha necə tezləşdirə bilərik digər həmkarlarla birlikdə. Bunun üçün çalışırıq, amma benefisiarlar arasında təbii ki, bu fərqli olur. Mən Abdullayeva Aydəniz 2018-ci ildən Osman Mirzəyev adına uşaq evində çalışıram. Hal-hazırda mentor vəzifəsində çalışıram. Mənim əsas vəzifəm, qarşımda duran əsas məqsəd uşaqlarımızı milli adət-ənənələrimizə uyğun, vətənpərvər ruhda tərbiyə etmək, onları cəmiyyətə faydalı vətəndaş kimi təqdim etmək. Mənim öncə qarşımda duran əsas məsələ odur ki, biz uşaqlarımızın yaşını, onların fərdi xüsusiyyətlərini nəzərə almaqla onlarda intellektual, mənəvi, psixoloji, sosial inkişafını təmin etmək, uşaqlarımızın
cəmiyyətə yaxşı adaptasiya olması, onların bacarıqlarının, onların qabiliyyətlərinin üzə çıxarılmasına dəstək verməkdir. Bizim bu uşaqlarımızda istedadı üzə çıxarmaqda biz tədbirlərimizi onları cəlb etməklə, onların hansı istiqamətdə potensialı var, şeir deyən uşaqlarımız var, qəşəng rəqs eləyən uşaqlarımız var. Biz onların potensialını bu tədbir prosesində üzə çıxarırıq və o istiqamətdə yönəldirik. sayılı uşaq evi sosial xidmətlər müəssisəsində metodist Tağıyeva Vüsalə. Mənim qrupumda 17 uşaq var. Gün ərzində biz həmin uşaqlarla məktəblə, orta məktəblə əlaqə saxlayıram. Yəni özüm də məktəbə gedirəm, müəllimlərlə əlaqə saxlayıram. Sonra bizim burada uşaq evində, məktəbdən qayıtdıqdan sonra uşaq evində rəsm dərnəyi, musiqi, idman, bizim uşaqlar idmanla məşğul olurlar. Məktəbdən qayıtdıqdan sonra, yeməkdən sonra uşaqları istirahət otağına aparıram. Orada uşaqların ev tapşırıqlarını hazırlayır. Asudə vaxtda uşaqlar televizor otağında filmlər izləyirlər. Asudə vaxtlarda da rəsm çəkirlər, ev tapşırıqlarını hazırlayırıq. Bax belə, xidmətinizə verilişini buradaca yekunlaşdırırıq. Sosial Xidmətlər Agentliyinin 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin fəaliyyəti ilə sizi tanış elədik. Burada valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən xidmətlərdən, eləcə də onların əhatə olunduğu dövlət qayğısı barədə məlumatlar verdik. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə sağ olun.